Agatha Christie. Qatardakı qız. Belə işlər. George Roland indicə çıxdığı binanın boz fasadına baxaraq əsəbi halda öz-özünə donquldandı. Bu bina pulun hakimiyyətini nümayiş etdirməkdən ötürü tikilib və bu hakimiyyət elə indicə George'un əmsi William Roland'in timsalında özünü əsl mənasında göstərmişdi. Əmsindən qalan mirasın varisi olan və parlaq karyera qazanacağına ümid edən bu cavan oğlan cəmi 10 dəqiqənin ərzində çoxsaylı işsizdən birinə çevrilmişdi. Mr. Roland pərtliklə, "O mənə heç işsizliyə görə vəsait də vermədi," deyə düşündü. Halbuki bacardığım yeganə şey bir qara qəpiyə dəyməyən şeirlər cızmaqar eləməkdir. Bundan artıq əlimdən bir iş gəlmir. Hamısı da dünənki axşam qonaqlığına görə oldu, deyə kədərlə düşündü. O, Covent Garden'dəki dünənki balı axmaq axşam qonaqlığı adlandırırdı. Mr. Roland oradan bir qədər gec, bəlkə də hədsiz tez və elə bir vəziyyətdə qayıtmışdı ki, ümumiyyətlə qayıdıb-qayıtmadığını da deyə bilmirdi. Əmisinin eşik ağası Rogers işini bilən adam idi və səhəri gün bu barədə ona lazım olan izahatı vermişdi. Ağırdan çatlayan baş ola, bir fincanda tünd çay. İşə onun yarısı əvəzinə 12-yə 5 dəqiqə qalmış gəlmək fəlakətdən xəbər verirdi. 24 il ərzində bütün bunlara barmaq arası baxmış və indi qohumluq borcu kimi, üstəlik George'a maaş verən böyük Mr. Roland sanki yuxudan ayıldı və hər şey onun gözünün qarşısında yeni görkəmdə aşkara çıxdı. George'un cavablarının əlaqəsizliyi heç xoşuna gəlmədi. Bir xeyli yerindəcə quruyub qaldı. Gəncin ağzı orta əsrlər inkvizisiyasının hansısa aləti kimi hələ də açılıb örtülürdü. William Roland bir neçə sərt ifadə ilə qardaş oğlusunu taleyin ümidinə buraxıb, Perudakı neft mədənlərinə yarımçıq qoyduğu işlərinə qayıtdı. George Roland əmisinin ofisi ilə vidalaşıb City'yə yola düşdü. George rasional düşüncəyə malik idi. Buna görə də yaranmış vəziyyətdən baş açmaq üçün yaxşıca bir səhər yeməyinin pis olmayacağı qərarına gəldi. Yeyəndən sonra evə, irsi malikanəyə yollandı. Qapını açan Rogers'ın sifəti George'un belə vaxtsız qayıdışından dolayı heç bir təəccüb ifadə etmirdi. "Günaydın Rogers, lütfən şeylərimi yığ, mən yola düşürəm." "Oldu sir. Harasa qısa müddətə səfərə gedirsiz?" "Kifayət qədər uzun müddətlidir Rogers. Mən bugün koloniyalara gedirəm." "Doğrudanmı sir?" "Bəli, deyəsən bunun üçün yaxşı qayıq lazımdır. Sənin qayıqlardan başın çıxırmı Rogers?" "Sir, hansı koloniyalara getməyə hazırlaşırsınız?" "Heç bir konkret planım yoxdur. Hansını olursa olsun gedərdim. Məsələn, deyək ki, Avstraliyaya. Sən buna nə deyirsən Rogers?" Rogers təmkinlə öskürdü. Sir, mən eşitmişəm ki, hardasa həqiqətən işləmək istəyənlərin hamısını qəbul edən bir kontor var." Mr. Roland maraq və vurğunluqla ona nəzər saldı. "Olduqca dəqiq danışırsan Rogers. Mən də elə bu cür düşünürdüm. Mən Avstraliyaya getmirəm, hər halda bugün yox. Məlumat kitabçasını mənə gətir. Biz daha yaxınlarda nəsə seçərik." Rogers məlumat kitabçasını gətirdi. George onu ixtiyari yerindən açdı və tez-tez vərəqləməyə başladı. "İran çox uzaqdır. Patni körpüsü isə hədsiz yaxındır. Bəlkə Ramsgate? Yox, heç Reygate də məni o qədər həyəcanlandırmır. Bəs bu nədir belə? Burada Roland qəsri adlanan yer var. Rogers, sən nə vaxtsa onun barəsində eşitmisən?" "Güman edirəm ki, sir, ora Waterloo vağzalından getmək olar." "Sən necə adamsan Rogers, hər şeyi bilirsən." "Hə, Roland qəsri. Maraqlıdır ki, ora necə yerdir?" "Mən deyərdim ki, ora o qədər də böyük olmayan yerdir, sir." "Bu daha yaxşı, rəqib az olar. Bu sakit, balaca kəndin havasında hələ də köhnə feodal ruhu hiss olunur. Rolandlar nəslinin sonuncu nümayəndəsini orada hörmətlə qarşılamalıdırlar. Bir həftə sonra onlar məni mer seçsələr təəccüblənmərəm."
O məlumat kitabçasını qapadı. Seçim edildi, Rogers. Mənim üçün balaca bir sakvoyaj qablaşdır. Məndən aşpaza salam söylə. Bilirsən ki, onun adı Dick Whittington'dur. Ondan soruş ki, lütfən öz pişiyini müəyyən müddətə mənə verməz ki. Lord Mer olmağa hazırlaşırsa pişik sadəcə zərurətdir. Təəssüf ki, Sir, pişik indi formada deyil. Elə niyə? Onun ailəsində artım var, 8 bala. Bugün səhər dünyaya gəliblər. Mən bilmirdim, düşünürdüm ki, pişiyin adı Peter'dir. Onun adı məhz elə idi. Bu ham üçün böyük sürprizdir. Bəli, budur. Xarici görünüşün aldadıcı olduğuna nümunə. Nəysə, mən pişiksiz getməli olacağam. Şeylərimi elə indi qablaşdır, yaxşımı? Bəli, Sir. Rogers getdi və 10 dəqiqədən sonra qayıtdı. Sir, taksi çağırmaq lazımdırmı? Hə, lütfən. Rogers tərəddüd etdi, amma sonra George'a yaxınlaşdı. Sir, qeyd etməyə cəsarət edirəm, amma yerinizdə olsaydım, bugün Mr. Rowland'ın sizə dediklərinə əhəmiyyət verməzdim. O, dəvət olunduğu nahara getmişdi və George, davam eləmə, dedi. Mən başa düşdüm. Bir də ki, onun padaqrası. Bilirəm, Rogers. Sənin üçün çox ağır axşam oldu. Elə hər ikimiz üçün. Amma mən özümü Rowland qəsrində nitq söyləyərkən görmək istərdim. Bu, mənim tarixi səfərimin məqsədidir. Poçtun və səhər mətbuatının nəzərdən keçirilməsi vaxtımı çox almaz. Elə dan ətindən qovurma hazırlanmasına qədər çəkər. İndi isə Waterloo'ya. Wellington tarixi döyüş ərəfəsində belə söyləyib. Həmin gün Waterloo vağzalı George'un qarşısına elə də yaxşı görkəmdə çıxmamışdı. Mr. Rowland onu mənzil başına çatdırmalı olan qatarı dərhal tapa bilmədi. Bu qatar digərlərindən heç nə ilə fərqlənmirdi. Elə bil onun sərnişini yox idi. Mr. Rowland'ın kupesi qatarın lap ön hissəsində 1-ci dərəcəli vaqonda idi. Paytaxta çökmüş duman gah çəkilir, gah da yenidən yayılırdı. Platforma boş idi və sakitlik yalnız paravozun astmatik öskürək tutmaları pozurdu. Amma bu vaxt hadisələr ağlasığmaz sürətlə inkişaf etməyə başladı. Əvvəlcə bir qız peyda oldu. O qapını dartıb açdı, kupeyə şığıyaraq artıq mürgüləməyə başlayan Mr. Rowland'ı oyatdı və çığırdı. O, gizlədin, lütfən, məni gizlədin. George hərəkət adamı olduğundan bunu nə üçün etməli olduğunu fikirləşməyə vaxtı yox idi. Qatar kupesində gizlənməkdən ötürü yalnız bir yer var, oturacağın altı. Bir neçə saniyəyə qız ora girdi. Oturacağın üstündə isə George öz sakvoyajını qoydu. Amma bu an kupenin pəncərəsində qəzəbdən əyilmiş kişi sifəti zühur etdi. Mənim qardaşım qızı buradadır. Hanı mənim qardaş qızım? Az qala nəfəs çəkməyən George küncdə dirsəklənib axşam qəzetinin idman köşəsinə baxırdı. O, vacib işlərdən yayındırılmış şəxs görkəmində qəzeti kənara qoyub nəzakətlə soruşdu. Nə olub, Sir? Qardaşım qızı, siz onu neynədiniz? Ən yaxşı müdafiənin hücum olduğunu düşünüb George hərəkətə keçdi. Öz əmsinin səsini yamsılayaraq, sizin nə həddiniz var, deyə qışqırdı. Belə qeyzli müqavimət gözləməyən naməlum şəxs susması ilə George'un onu gözdən keçirməsinə imkan yaratdı. O, tosqun idi və sanki bir müddət qaçmalı olmuş kimi ağır-ağır tövşüyürdü. Başı embroz qırxılmışdı və Hohenzollernalın əqidəli ardıcılı kimi yuxarı burulmuş bığ saxlamışdı. O, ləhcə ilə danışırdı və özü mundirdə daha yaxşı hiss etdiyinə dəlalət edən qaməti vardı. George əsl Britaniyalı kimi bütün əcnəbilərə, ələlxüsus da almanlara məlum təlqinlə yanaşırdı. O, sizin nə həddiniz var, Sir, deyə təkrar etdi. Əcnəbi, o bura girdi, cavabını verdi. Mən onu gördüm, siz onu neynədiniz? George qəzeti kənara qoydu və pəncərədən çölə boylandı. Nə olub, deyə bağırdı. Bu şantajdır, amma belə şeylər mənə keçməz. Mən sizin barənizdə hər şeyi Daily Morning'dən oxumuşam. Konduktor, bura gəl. Mübahisəni görmüş qatar bələdçisi artıq onlara tərəf tələsirdi. Bura gəl, konduktor. Mr. Rowland qarşısında aşağı təbəqələrin əyildikləri yekəxana tonundan dilləndi.
Bu subyekt mənim zəhləmi tökür. O məni şantaj eləməyə çalışır. O deyir ki, güya burada onun qardaşı qızını gizlətmişəm. Burada belə şeylərlə məşğul olan hər cür əcnəbilər yetərincədir. Buna nəhayət ki, son qoymaq lazımdır. Onu buradan aparın. Bu da mənim vizit kartım. O sizə gərək olar. Konduktor nəzərlərini onların birindən digərinə çevirdi. Qərar tez çıxardıldı. Təcrübə ona əcnəbilərə nifrət etməyi və birinci dərəcəli vaqonda səyahət edən yaxşı geyinmiş centlmenlərə hörmət göstərməyə öyrətmişdi. O, əlini zəhlə tökən subyektin çiyninə qoyub, haydi, dedi, gedin buradan. Əcnəbi həmin böhranlı anda ingilis dilini unudaraq öz doğma dilində qəzəbli söyüşlər yağdırdı. Konduktor, yaxşı, kifayətdir, dedi. Buradan uzaqlaşın, qız burada yoxdur. Fit səsləndi. Qatar yavaşca perondan aralandı. George platformanın göründüyü müddətdə pəncərənin qarşısında qaldı, sonra döndü. Sakvayajını götürdü və onu yataq yerinə atdı. O, hər şey qaydasındadır, çıxa bilərsiniz, dedi. Qız çölə çıxaraq içini çəkdi. Aman Allah, sizə necə təşəkkür edim? George üsulluca dilləndi. Dəyməz, inandırıram ki, bu mənə məmnunluq gətirdi. O, ruhlandırıcı təbəssümlə qıza baxdı. Qız sanki nə isə axtarırmış kimi karıxmış halda baxırdı. Bu an o, qarşıdakı ensiz güzgüdə öz əksini görüb dərindən ah çəkdi. Belə düşünmək səhv olardı ki, xidmətçilər oturacaqların altını hər gün süpürürlər. Hər şey bunun əksini deyirdi. Amma ola da bilər ki, toz və hiss zərrələri doğma yuvaya uçan quşlar kimi özlərinə yol tapmışdılar. Qız elə qəfil peyda olmuş və sığınacağında elə sürətlə daldalanmışdı ki, George onu lazımınca gözdən keçirdə bilməmişdi. Amma onun gənc, gözəl və yaxşı geyinmiş olduğunu görə bilmişdi. İndi isə onun qırmızı papağı əzilmiş, sifəti isə toza bulaşmışdı. Qıza yalnız ah çəkmək qalırdı. Qız çantasını qapdı. George ədəblə pəncərəyə tərəf döndü. London ətrafının və Temzanın mənzərələrindən həzz almağa başladı. Qız təkrarən, mən sizə necə minnətdarlıq